Çovdarov yesin, sabah nə bilim Mahmudov yesin, Bürsün Əmrullayev yesin, Əbülfəz Qarayev yesin, sonra Anar Kərimov yesin, sonra o birisi yesin. Elə bizim canımızı, malımızı yeyə. Onları izləməklə biz elə ay sonunda vagonlar gedir, elə inəklərdir. Biz elə bu xalq kimi elə bunların bizim varımızı, dövlətimizi daşıdıqlarına mı baxacağıq? Bir öz şalvarının qabağını bağlaya bilməyən, kəmərini bağlaya bilməyən Seymur milyardlarla pul yiyəcək, düzdür? Və yaxud da ki, bax, baş nazirin, mavininin oğlu 1 milyard dollar. Burada heç söhbət yoxdur. Heç bir söhbət yoxdur. Yəni, bax, bizim amma partiyalar illik hesabatı, illik partiyanın, AK partiyanın keçən illik xərci 1600 manat olub. Bir il, 365 gün bizim MSK-ya verdiyimiz xərc 1600 manat. 1600 manat. Yəni Seymur Talıbovun ayaqqabısının, sağ tayının bağının qiyməti. Bu da partiyalara verilən qiymət. Ciddi deyirəm, baxın, bu il Azərbaycan büdcəsindən 60 partiyaya ayrılan pulun həcmi 3 milyon manatdır. 3 milyon manat. Rıza Talıbovun müğənniyə bağışladığı villanın qiymətinin 1/3. Yəni o villanı büdcəyə bağışlasa 3 il 60 partiya dolanacaq və siyasətlə məşğul. Çox pis müqayisə oldu. Bu belədir da. Amma gerçək müqayisə. Yəni vallahi elədir. Bu biabırçılıqdır, bu rəzalətdir.